Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Deməli, mənə ünvanlanan iki suala cavab vermək istəyirəm. Birincisi, avtomobildə farsunkan biri işləmir, nə baş verəcək? İkincisi də, avtomobildə farsunkan biri işləmir, nə baş verəcək? Bəli, elə həqiqətən də belədir. Yəni, farsunka biri var, açıq vəziyyətdə qalsın. Mən farsunka deyirəm indi bu dəqiqə. Məncə bu sözü biraz kritikaya almasaq daha yaxşı olar. Çünki sürücülər daha tez başa düşürlər. Çiləyici və yaxud da injektor. Farsunkanın biri işləməsə, açıq qala bilər və yaxud da bağlı qala bilər. Mühərrikdə nə baş verə bilər? Mühərrikin başına nə gələ bilər? Hal-hazırda mən 4 taktlı, 4 silindirli daxili yanma mühərrikini çəkmişəm. Əlbəttə ki, bu 3 silindirli daxili yanma mühərrikinə də 5-ə, 8-ə, 10-a da, 12-yə də hamısına aiddir. Və siz bunu avtomobildə necə hiss edə bilərsiniz? Belə fərz eləyək ki, siz avtomobili idarə edən yerdə sizin bu 4 taktlı mühərrikiniz yaxşı vəziyyətdə işləyirdi. Əlbəttə ki, yaxşı vəziyyətdə işləməsi nə deməkdir? Belə deyək, üçləmir, heç bir silindirdə heç bir alışma boşluğu yoxdur və siz avtomobili idarə edirsiniz. Hər şey gözəldir. Bu, belə deyək, gözəllik mərasimində avtomobil stereometrik qarışığı əmələ gətirir. Yəni, havaya 1 kilo benzin qatır. Hər şey qaydasındadır. Birdən siz görürsünüz ki, avtomobil başladı üstləməyə, daxil olursunuz hər hansı bir, servisə, məntəqəyə, orada sizin avtomobilinizi diaqnoz edirlər və qərara alırlar ki, sizin avtomobilinizdə hər hansı bir farsunka, yəni çiləyici sıradan çıxıb. İşləmir. Daha o silindirə benzin neynəmir? Püskürmür. Daha doğrusu gəlin birinci obrisindən başlayaq. Farsunka deyirlər ki, sizdə açıq qalıb, o benzini müntəzəm ora püskürür, durmadan püskürür. Yəni, onun iynəsi artıq yerinə düşə bilmir və farsunkanı bağlaya bilmir. Birinci hal. Bir çiləyici işləmir, açıq qalıb. Bu halda nə baş verir? Birincisi, sizin avtomobilinizdə bunu müşahidə edən mühərrikin idarəetmə bloku artıq çek yandırır və performans düşüklüyünü öz, belə deyək də, yaddaşına atır. Və beləliklə, siz 3 silindirin üzərində hərəkət edirsiniz. Əgər tədbir görmürsünüzsə, əlbəttə ki, tədbir görmürsünüzsə, fərqi yoxdur. Bu, MPI mühərrik də ola bilər, GDI mühərrik də ola bilər. Fərqi yoxdur, yəni bunların ikisinə də aiddir. Açıq qalıbsa. Siz deyirsiniz ki, eybi yox, pul alanda alıb qoyaram və beləliklə mühərriki sürməyə, idarə eləməyə davam etsin. 1. Sizin benzin sərfiyyatınız artır, həddindən artıq artır. Belə ki, bir farsunkanın ağzı həmişə açıqdır. Bəli, mühərrikin idarəetmə bloku oksigen sensorundan aldığı məlumata görə, yəni çıxışda, benzin bolluğunu müşahidə eləyir, o birisi farsunkaların ağzını bir balaca yumur. Yəni, impulsu balacalaşdırır. Amma bu da sizin benzin sərfiyyatınızın qabağını ala bilmir. Belə ki, bu farsunka həmişə püskürmə vəziyyətindədir. İndi isə gələk, belə deyək, kritik vəziyyətə, ən pis vəziyyətə. Bu farsunka həmişə açıq olduğu təqdirdə mühərrikin idarəetmə bloku o silindirdə qığılcımı kəsir. Qığılcımı kəsir ki, daha doğrusu, onsuz da o silindirdə, belə deyək də, alışdırma şamı islanır, qığılcım kəsilir. Mühərrikin idarəetmə bloku müşahidə edəndə yenə də orada da qığılcımı neyir? Kəsir. Və beləliklə, sizdə orada hidravlik, yəni mayevi bollaşma əmələ gəlir. Hidravlik bollaşma yaxşı bir hal deyil. Porschenin aşağı hərəkətində yığdığı havanı geri sıxması ilə o hidravlik bollaşma ilə qarşılaşsa, sizin avtomobilinizdə hidravlik zərbə olacaq, gidrodar deyirik. Və beləliklə, gidrodar nəticəsində sizin çarxqolu, sütüqolu, yəni şaton mexanizmi, belə deyək, başlıqdan və yaxud da ki, blokdan bayra çıxa bilir. Başlıqdan yox, blokdan bayra çıxa bilir. Yəni, siz mühərriki fiziki cəhətdən dağıtmış olursunuz. Bir açıq qalan farsunkaya görə. Burası belə.
İndi gələk avtomobildə farsunka bağlı qalıb məsələsinə. Burada nə baş verir? Bəs burada benzin sərfiyyatı və digər hallar necə olur? Əlbəttə ki, bağlı qalan farsunkanın eyni ilə daxili yanma mühərrikində üçləmə səbəbi yaratdığını əlavə eləməyə yəqin ki, ehtiyac yoxdur. Mühərrik başlayır performansını itirməyə, maşın pis işləyir. Mühərrikin idarəetmə bloku müşahidə edir ki, o silindirdə alışma yoxdur. O Porsche'nin, bu silindirin Porsche'ni digər 3 silindirin Porsche'nin hesabına gedir gəlir. Burada heç bir alışma prosesi getmir. Yanacaq yoxdur, nə alışsın? Üstə gəl, dirsəkli valın sensoru bunu yaxalayır və mühərrikin idarəetmə blokuna şikayət eləyir. Qaz paylayıcı valın sensoru bunu yaxalayır və mühərrikin idarəetmə blokuna şikayət eləyir. Oksigen sensoru bunu yaxalayır, mühərrikin idarəetmə blokuna şikayət eləyir və beləliklə bir neçə xəta əmələ gəlir. Bu bir neçə xəta artıq mühərrikin idarəetmə blokunun özünü qəza vəziyyətinə salır. Əvvəlki videolarımdan da qeyd elədiyim kimi, mühərrikin idarəetmə bloku hər hansı bir xətanı fiks elədikdə, o xətanın nədən qaynaqlandığını bilmir, yalnız xətaların sayını hesablaya bilir. Və beləliklə mühərrikin idarəetmə bloku həmin silindirdə qığılcımı kəsir, yəni iskral kəsir və keçir qəza vəziyyətinə. Qəza vəziyyətinə keçəndə siz biraz da pedalı basırsınız ki, avtomobil öz performansını itirməsin. Əlbəttə ki, siz 60 km getmək lazım olan yerdə 60 km saatda getmək istəyirsiniz. Ona görə də siz avtomobilə daha belə deyək də, daha da təzyiq göstərsiniz. Daha da təzyiq göstərəndə mühərrikin idarəetmə bloku bu kompensasiyanı yerinə yetirməkdən ötürü digər silindirlərin farsunkalarına daha da çox benzin püskürün deyə komanda verir. Və beləliklə bu hal oksigen sensorunun birinci oksigen sensoru ilə müşahidə olunur. Müşahidə olunduğu halda avtomobildə sünli bollaşmasını müşahidə edən oksigen sensoru mühərrikin idarəetmə bloku ilə əlaqəni qura bilmir. Qura bilmir deyəndə ki, bu qurulmuş əlaqə artıq belə deyək də, ancaq xəbərdarlıqlar zəminində olur ki, burada vəziyyət yaxşı deyil, burada vəziyyət yaxşı deyil, burada vəziyyət yaxşı deyil. Və mühərrikin idarəetmə bloku da heç bir tədbir görülmədiyinə görə, o farsunkanın işi bərpa olmadığına görə öz iş rejimini dəyişir və keçir xəritəsində yazılmış qəza vəziyyətinə yenə də təkrar edirəm və farsunkaların ağzını açır və beləliklə sizin yenə də benzin sərfiyyatınız artır. Mühərrikin performansı itir. Düzdür, fiziki cəhətdən bu heç bir ziyan göstərə bilmir. Ancaq və ancaq katalitik elementə təsir göstərə bilər, amma birinci halda isə farsunkanın ağzının açıq qalması isə həm katalitik elementin dağılmasına, yəni onun içərisindəki neytralizatorların və yaxud katalizatorların, nə bilim, müxtəlif maddələrin, radiumun, nə bilim, nələr varsa onun içində, onun dağılmasına və mühərrikin özünün fiziki cəhətdən sıradan çıxmasına yatıb çıxardır. Yenə təkrar edirəm. Direct gasoline injection, yəni qidiyyə mühərriklərdə mühərrikin idarəetmə bloku bu vəziyyətlə bir balaca bacarmağa çalışır. Amma mən də belə deyək də, bu sahənin mütəxəssisi olaraq sizə qeyd eləmək istəyirəm ki, gözümlə dəfələrlə görmüşəm ki, bu farsunkada açıq qalır. Bu farsunkada açıq qaldığı müddət ərzində mühərrikin idarəetmə bloku buna heç bir çarə eləyə bilmir. Neynəsin? Daha xarabdır içində. Necə bağlasın bu benzini? Yəni bunu gərək kökündən kəssin. Kökünü də kəsə bilmir, çünki o birisi silindirləri də püskürmək lazımdır. Eləcə də MPM mühərriklərdə. Yəni fərqi yoxdur. Ona görə də sizin bu suallarınıza belə cavab verə bilərəm ki, farsunkaların hər ikisinin, daha doğrusu farsunkaların hər iki vəziyyətdə xarab olması, yəni həm belə deyək də, qapalı vəziyyətdə, həm də açıq vəziyyətdə xarab olması mühərrikin idarəetmə blokunun işini pozur və hətta mühərrikin dağılmasına qədər gətirib çıxarda bilər. Ona görə də bir farsunkaya görə risk eləməyə dəyməz. Bilmirəm, bəyəndiniz artıq, bəyənmədiniz, bu hissəsini sizə buraxıram. Yolda qalmayın.